Ay, ay, ay. Oh. Dostlar, təbiət hadisəsi belə deyək də, daha da belə kulminasiyanı göstərdi bizə. Buradan da belə görsəndi ki, əslində biz onları yox, onlar bizi idarə edirlər. Onlar istədiyi kimi olur və biz onlara ayaq uydurmağa çalışırıq. Heç bir halda təbiətə qarşı çıxa bilmirik. Bəli, 100%. Nikini artıq evə göndərməli olduq. Əslində bizim balaca hədiyyələrimiz var idi ona. Ev yoxdur, Dəniz xanıma sonra verərik. Əsəbi keçsin, mən ona mütləq şəkildə hətta biz çatdıracağam. Barışıq əlaməti olaraq bunları onlara göndərəcəyik. Mən bunu ona elə də çatdıracağam. Mütləq. Həyatı dünyanı xilas edən mərhəmət olacaq. Daha mərhəmətli olaq heyvanlara qarşı. Daha həssas olaq. Özümüzdən başqa canlıları da düşünə bilək. Empatiya quraq. Bəzi hallarda insan kimsə ondan güclü olanda, istər vəzifə baxımından, istər güc baxımından, fiziki güc baxımından onun qarşısında öz gücünü göstərə bilmir, ehtiyat edir. Bəs əgər biz bunu başqalarına qarşı eləyiriksə, nəyə görə biz bunu heyvanlara qarşı eləmirik? Bir qab su qoyaraq öz evlərinizin qarşısına, öz yaşadığınız ərazinin qarşısına, işlədiyiniz yerin qarşısına bundan heç bir şey olmayacaq. Bəzi hallarda mən eşidirəm ki, deyirlər, yay aylarında heyvanların yeməkləri, yaş yeməyini qoyanda bu buxarlanacaq, hansısa bakteriyalara gətirib çıxaracaq. Olsun, o zaman yeməyi qoya bilmirsinizsə, buna alternativ olaraq quru yeməklər qoya bilərsiniz. Amma ən azından su qoymaqla siz onların yaşamağına səbəb olacaqsınız. Çünki yeməksiz bir neçə gün onlar dözə bilirlər, amma susuz yaşaya bilmirlər. Biz özümüz bu isti havada bir saat susuz qalanda özümüzə yer tapa bilmirik. Görün o balaca canlılar üzərlərində o qədər qalın kürklə, onlara nə qədər çətindir. Bir qab su qoyun. Əgər hər kəs bir qab evinin qarşısına, işlədiyi yerin qarşısına su qoysa, düşünürəm ki, o balalar da özlərini çox yaxşı hiss edərlər. Mən elə bu məqamda həqiqətən biz belə bir challenge başlatmışdıq Dəniz xanımın sayəsində. Elə sizinlə birlikdə Bulud. Elə onu demək istəyirəm. Hə, verilişdə sizin əslində təşəbbüsünüz idi, dəvət eləmişdiniz. Çox sağ olun və birlikdə elə söhbət ərəfəsində belə bir ideya yarandı. Biz bir ovuc su challenge-ına başladıq. Elə challenge'ımız bir il bundan öncə olmuşdu. Düz bir il bundan öncə başlatmışdıq. Nə qəribə ki, çəkilişimiz də məhz düz bir ildən sonra alındı. Heç bunu danışmadan belə alındı. Qismətdir. Mən istəyirəm və sizdən də fikriniz maraqlıdır. Necə insanları təşviq eləyək ki, ən azından deyim, minimumdan başlayaq ki, hər kəs evinin qarşısına bir su qoysun. Necə eləyək bunu? Necə insanları təşviq eləyək buna? Necə deyəndə ki, məncə elə bu dəqiqənin özündə belə bizə baxandan sonra heç yeməyi belə özləri tapa bilərlər də deyək. Amma su biraz çətin olur. Hətta təmiz su tapmaq daha çətin olur. Hansısa bir balaca bir qabıda öz qapılarının ağzına ya da yaşayış yerlərinə, hətta belə bir şey deyim, məsələn, böyük mağaza şəbəkələri var. Onlar öz mağazalarının qabağına belə qoysalar su, yəni o məncə artıq belə şeyədir, əvvəllər var idi, indi bilmirəm, var ya yoxdur, challenge-a çevriləcək də. O ondan görəcək, bu bundan görəcək. Nə gözəl ideya. Bəlkə biz özümüz bunu bir challenge-a çevirək. Necə challenge-a çevirək? Adətən dünyada çox məşhur challenge-lər olur ki, bir-birinin başından vedrə ilə su dökmək, amma heç bir faydası olmur. Amma bu birbaşa böyük savaba səbəb olan və çox faydalı bir challenge olar. Nə təklif edirsiniz? Məncə əla olar. Eləmək olar. Hətta hərəmiz bir dostumuzu işarələyək. Onlar da məcbur şəkildə qalsın. Onda gəlin, biz belə eləyək. Televiziya vasitəsilə bir hashtag fikirləşək. Nə düşünürsünüz? Necə hashtag eləyə bilərik ki, hər kəsi özümüz video olaraq heyvana su verməyimizi çəkək və deyək ki, məsəl üçün, Azər, Bulud, mən sizi bu hashtagla həmin aktivliyə qoşuruq. Mən istəyirəm ki, indi düşünək və ağlınızda bir ideya varsa, buradan insanlara səslənək ki, onlar da bugündən etibarən başlasınlar. Olar. Bəlkə belə şeydir, o deyirlər, bir ovuc suya möhtac zat məsələsi olur.
Bunu da gözəl. çevirə bilərik. Məsələn, o heyvanların da deyək ki, bizim təqdim elədiyimiz adi adam özü belə haradasa gedir, tələsik susu yanında krantdan bir o su içirsən, o nə qədər adamı enerjiləndirir. Çox yaxşı Onun düşləri, ovuc üçlük, yenə də onu təkmilləşdirə bilərik, yoxsa yox, bunu müzakirə eləyərik. Yaxşı. Təşəkkür edirik. Deməli, necə ürəkdən istəmişik ki, bu günə qədər də gəlib çıxıb belə challenge-ımızı burada da davam elətdirmək istəyirik. Belə müəyyən qablar və su götürmüşük. Əslində biz elə söhbət əsnasında Dəniz xanımın diqqətini çəkdi. Baxdıq hansısa qapının ağzına da qoyublar. Çox sağ olsunlar. Bəli, çox sağ olsunlar. Elə birinci bəlkə oradan başlayaq, onların sularına biraz əlavə eləyək, sonra biz müəyyən istiqamət. Yeri gəlmişkən, məsəl üçün əvvəllər insanlarda belə anlayış olurdu ki, hansısa bahalı bir mağazanın qarşısında fikirləşirdilər ki, yox, burada pişiklər olmasın, o olmasın, bu olmasın. Amma indi keçəndə hansısa istər geyim dükanı olsun, istər qida dükanı olsun, amma lüks segmentində belə ola bilər. Onların qarşısında belə su qablarını qoymaq insanı çox sevindirir. Çünki sən başa düşürsən ki, bu suyu ora qoyan, orada işləyən insanlardır. Hansıların ki, qəlbində, ürəyində küçə heyvanlarına qarşı mərhəmət var. Həqiqətən də mərhəmət bu dünyanı xilas edəcək. O bizlə bayaq dalaşan pişiklər gələcək. Biz onlardan küsmüşük, onları çağırmayaq. Challenge'ımızı sizdən də xahiş edirik, davam elətdirəsiniz. Səhifəmizi də işarələyərsiniz, bizi də işarələyərsiniz. Daha çox insanlara, necə deyərlər, estafet ötürək və əslində çox böyük bir şey deyil də. Heç belə qablar belə tapa bilməsəz, özünüz su qablarının altını kəsib, bir butulka su ilə öz qapınız ağzına qoysaq, çox böyük savab işləmiş olarıq məncə. Həm də ki, hər birimiz evdən çıxanda əgər özümüzlə belə bir qab, bir butulka su da götürsək, yəni bunu mütəmadi şəkildə eləməklə görün, ümumi baxanda bir ay ərzində nə qədər heyvanın susuzluqdan qurtulmasına səbəb olacaq. Bir də biz bunu pişiklərə niyyətlə qoyuruqsa, məsəl üçün, biz bilmirik ki, oradan daha başqa hansı heyvanlar su içir. Quşlar su içirlər, bəlkə hansısa digər balaca itlərin özləri su içirlər. Hətta sözünüzü kəsirəm, mən neçə dəfələrlə qabağıma çıxıb gecələr tülkülər gəlir, bala tülkülər falan, onlar səhər çıxmırlar. Yəni onlar belə içə bilərlər də, yəni gecə həyatında bizim görmədiyimiz başqa balaca heyvanlar da ola bilər.